11:00-da Biləcəri stansiyasından yola düşəcək. Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb. Ayr 24-ün xüsusi müxbiri xəbər verir ki, Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb. Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə olmaqla 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə olmaqla 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə olmaqla 17 nəfərin qayıdışı təmin edilib. Getmişəm mən 6 uşağımdan, sizə bağışlayın, 5 qızım, 1 oğlum. İndi nəvələrim var, Allaha şükür onun bir dənə nəticəm var. Mənim üçün çox xoşdur, torpağıma, evimə, nətər deyirlər, rayonuma, kəndimə qayıtmağım, cəmaatın içinə qayıtmağı. 35 ildir mən bu rayondan, yəni öz kəndimizdən uzaq düşmüşəm, uzaq yaşamışam. Mən 35 ildən sonra evləndiyim günü öz evimə gedirəm. Evləndiyim günü. 1971-ci ildə evlənmişəm, 5 aprel, avqustda. Bugün də evimə qayıdıram. 36 ildən sonra, 36 ildə buradan çıxmışam, indi qayıdıram. Mən 33 yaşında balaca oğlumda, o buradan getmək istəmir, 6 aydır buradadır. Burada yaşayır, deyir, mən getmək istəmirəm. O da burada göz gözdə, yəni buranın gözəl havası, gözəl təbiəti. Burada gözəl insanlar var, gözəl yaşayış var. Həqiqətən, insan elə burada ancaq yaşamaq istəyir.